Sahibi İbrahimov deyir, hər kəsin bir pünhan sevgisi olur. Mən inanmıram sahibinin bir pünhan sevgisi olsun. Amma arada söhbətlər var idi da özdə belə çox qalmaqallı, çox belə ajitaj yaradan söhbətlər var idi. Sahibin adı hallanırdı İbrahimovun. Amma mən bunların heç birinə inanmadım. Sevgisiz insan yoxdur, sevməyi bilməyən insan barsız ağaca bənzər. Təbii ki, mən o sevgiyə deyirəm ki, həyat yoldaşı o qadın kişini sevir, kişi də qadını. Təbii ki, bu sevgi mütləq olmalıdır, amma o sevgini bir neçə yerə bölmək. Təbii ki, istinad edirəm Demokrat.az. O bir verilişdə danışıb Sahib İbrahimov. Hələ danışanda deyir ki, hərdən səsi də tutulub. Hər kəsin pünhan bir sevgisi olur. Bu mümkündür. Amma belə bir müdrik söz var. İnsan arzu etdiyi kimi deyil, bacardığı kimi yaşayır. İnsan çox şey arzu edər, amma arzuladıkları ona nəsib olmaz. Aparıcı ondan soruşur ki, sahib mənim deyəsən ilk sevginizin oxu daşaya dəyib. Sahib nə cavab verib? Gözlərindən bilirəm, sən Bakının maralısan. Məni belə danışdırıb sirlərimi alırsınız. Evə gedəndə nə cavab verəcəyəm? Yəni həyat yoldaşıma. Yəni aparıcı edir ki, gözlərindən bilirəm, sən Bakının maralısan. Amma mən yenə bu Sahib müəllimlə deyilənlərə deyərdim ki, inanmıram. Amma yenə də insanın bir daxilində bəzən doğrudan ehtiyacları olur. Kimisə sevmək istəyir. İstəyirsən kimsə səni sevsin. Baxmayaraq ki, ailə var, baxmayaraq uşaqlar var. Bəzən kişilər özləri də çox səmimi etiraf edir ki, bizim kənarda bir sevgiyə ehtiyacımız olur. Bu qədər.